İkinci Qarabağ müharibəsindən sonra bu Türk-Turan birliyi haqqında bu gedən görüşlər, tədbirlər və s. bu hamısı təbii ki bizim bir Turan-Türk sevdası olaraq bizləri sevindirdi və biz bu siyasətin dəstəkçisi olsuq. MDB-nin üzvü olmaqdansa Türk birliyinin üzvü olmaq lazımdır. Avropa Birliyinin üzvü olmaqdansa Türk birliyinin üzvü olmalıdır. Türklər Türk birliyində olmalıdır. Türk ölkələri, Türkiyə Cumhuriyyəti bu bizi sevindirir. Amma mən bir həm də realist olaraq mən gördüm ki, yox, bu Türk ölkələri var. Bunun başında duranlar, mən bunlarda nə bir turançılıq gördüm, təəssüf ki, nə türkçülük. Cənubi Kipr məsələsində bunu gördük. Nə bilim, Trump çağırıb bu Türk dövlətlərinin, o cümlədən Tacikistan'da, Mərkəzi Asiya ölkələrini tədbiri Özbəkistan durub Amerika investisiyası 35 milyard dollar. Yəni adama deyirsən, Özbəkistan sənin özünün o qədər problemin var. Sən biləcək, get Gastarbaytara, o qədər pulun varsa Gastarbaytarları var. Yığ Rusiyadan gətir yine, Ruslar dağlarına qədər aşağılayarlar. Orada onlara öz ölkəndə iş verir və s. ki, onlar bir də Rusiyaya gedib orada bitkə çörək pulu ancaq qaçmasınlar Rusiya. Sən harava yaraşırsan, Amerika xarac edir. Yəni Səudiyyə Ərəbistan bildik, o pulu var, trilyon xarac edir. İndi Özbəkistan sən Səudiyyə Ərəbistan'da harasına yaraşır. O da başqa bir problem. Bu Ərəb dünyasının faciəsidir. Bu da Türk dünyasıdır. 35 milyard, belə 35 milyardım varsa Türkiyə investisiyası elədi. Və yaxud da, yəni mən belə görəm, bu Türkiyə Cumhuriyyətlərinin, Türkiyə dövlətlərinin başında bir dənə Erdoğan da bu ideyanı, qızıl alma və s. alışıb yanına. Bilsilər, nə bilim, İsrail'e dost dövlət deməklə, Amerika 35 milyard investisiya etməklə Turan qurulmaz. Bu rəhbərlərlə, bu qafayla Turan qurmaq, nə bilim, mən şəxsən inanmıram. Mən inanıram inşallah Turan qurulacaq, amma bu qafalarına yox. Gərək digər Türkiyə Cumhuriyyətlərdən də Erdoğan qafalar olsun ki, biz həqiqətən də ciddi şəkildə Turan quraq. Onda Kipr məsələsində bir neçə, nə bilim, paraya bu məsələdən vaz keçməyək, Şimali Kipr tanıyaq. Yəni bir mövqe qoyaq ortaya. Şuşa deklarasiyasına qoşulaq. Məlumat getdi ki, Özbəkistan qoşulub, sonra Özbəkistan özünü təqzib elədi ki, biz heç bir Şuşa deklarasiyasına Azərbaycan və Türkiyə ilə birlikdə qoşulmamışıq. Ay Özbəkistan, Ermənistandan da qorxursan, qoşul da, biz Türk birliyi, qardaşlığı. Yəni o birlik təkcə liderlərin, dövlətin başında duranların dostluğundan olmamalı. Bu birlik həqiqətən də strateji birgə, strateji siyasətlə olmalı. Necə ki biz bunu Avropa Birliyində gördük. Bunlar onu Avropa Birliyi necə qurdular? Elə də Türk birliyində biz bunu görmək istəyirik. Amma mən yenə deyirəm, bu qafayla Türkiyə dövlətlərinin bu qavası ilə biri Yunanistandan çəkilir, biri İsrail'e dost deyir, biri nə bilim Amerikaya xarac edir, qaça-qaça, gözünün o qədər problemləri var, o pulun varsa öz xalqıva günahla. Yəni bu qafayla Turan birliyin qurulmasına hələ biraz çox yol gedəcək. Çünki qafalar gərək qızıl alma qafaları olmalıdır, Erdoğan qafaları olmalıdır. Erdoğan kimi siyasi ekolun, ideolojinin digər Türkiyə Cumhuriyyətlər də liderləri sahiblənməlidir. Ondan sonra həqiqətən də inşallah Turan quracağıq.